Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün Məsəd Şairlər Məclisinin sədri Cəvahir Qaraqızı Xırdalanda Mədəniyyət Mərkəzində Zəfər gününə həsr olunmuş tədbirdəyik. Bu tədbirdən bizim bu gözəl Novxanı Xəzri rəqs ansamblının çox gözəl, möhtəşəm ifaları oldu. Ona görə mən istəyirəm ki, bu rəqs ansamblının bu gözəl qızlarını siz də tanıyasınız. Gəlin adlarınızı deyək görək. Qızım, başlayaq səndən. Vəriyeva Ayam. Ucadan biraz deyin, zəhmət olmasa. Əmrahova Duyğu. Duyğu. Abbasova Zeynəb. Zeynəb. Cavadzadə Gülay. Məmmədova Leyla. Leyla. Bəli, bu qızlar bizim gələcəyimizin, səhnəmizin ulduzlarıdır və mən sevinirəm ki, Novxanı Mədəniyyət Mərkəzi belə gözəl istedadlar yetişdirir və Sayat xanıma da özlərinin təşəkkürlərini bildirirəm və bugün biz buradayıq. Xırdalan Mədəniyyət Mərkəzinin direktoru Kazım müəllimə öz təşəkkürümü bildirirəm ki, belə gözəl bir tədbirin iştirakçısı olduq, var olun deyirəm onlara və bu gözəl qızlarımızdan soruşaq görək, hansı rəqsləri ifa edirsiniz? Deyin görək, rəqsinizin adı nə idi? Xarı Bülbül. Xarı Bülbül. Lirik. Eldar Mansurov lirik rəqsi. Eldar Mansurovun lirik rəqsi, Xarı Bülbül və bizim milli rəqslərimizi çox gözəl ifa edir bu gözəl qızlarımız. Ona görə mən onlara təşəkkür edirəm, var olun deyirəm. Nə yaxşı ki varsınız. Azərbaycanımızın belə gözəl ulduzlarına eşq olsun. Onları yetişdirən, böyüdən analara da, onları böyüdən, yetişdirən rəqqasə kimi yetişdirən Novxanı rəqs kollektivinə də təşəkkür edirik. Var olun, sağlıqla qalın, boyumuz boylansın, soyumuz soylansın, igidlərimiz, ərənlərimiz var olsun, qazanlarımız qaynar olsun, ocaqlarımız yanar olsun. Tanrı Azərbaycanımıza, Türkə yar olsun, var olsun ki, Rəbbimdən arzu edirəm ki, Azərbaycanımızın səması həmişə aydın olsun və bu evlatlarımız gözəl ailə tərbiyəsindən, şərəfli ata-ana himayəsində dövlətimizə xeyirli evlatlar kimi böyüsünlər. Sağ olun, sağlıqla qalın.